İslam dini tövsiyə edir ki, əgər sizin yanınızda qeybət halları varsa, kimisə qeybətini edirlərsə, din qardaşınızın qeybəti olunursa, həmin yerdə qeybət edən şəxsin cavabını verməlisiniz və onun sözünü yarı kəsməlisiniz. Əgər gördünüzsə, bu şəxs dayanmaq bilmir, söhbət eləyir, danışır, yəni davam eləyir qeybətinə, siz həmin yerdən, həmin mühitdən uzaqlaşmalısınız. O zaman qeybətə şərik olmazsınız. Yoxsa mən oturum və deyim ki, qulaq asım, heç nə demirəm. Qulaq asanın da bir məqsədi olur da. Danışanın məqsədi qeybət etmək və həmin o insanı, qeybətini etdiyi insanın abrını aparmaq, eybini açmaq, onu gözdən salmaq, hörmətdən salmaqdırsa, qulaq asan insanın da bir məqsədi var. Nədir? Mən bu məlumatı əldə edeyim. Əgər sənə maraqlı olmasa, sən qeybət eləyənin qarşısında heç vaxt oturmazsan. Deməli, səni harca bir maraqlı olan bir məqam var orada, sənin diqqətini cəlb eləyən nəsə bir söhbət var ki, orada sən oturmusan, ona qulaq asırsan. Hətta fikir bildirməsən belə, hətta reaksiyasız qalsan belə, onun sənə dediyi söz, danışdığı, o açdığı, eybini açdığı insanın o eybi sənə maraqlıdır. Elə ona görə də oturmusan, diqqətlə qulaq asırsan. Əgər sən qeybətə şərik olmaq istəmirsənsə, ya həmin insanın sözünü yarı qoymalısan, yarı kəsməlisən, ya da ki, həmin yerdən tez bir zamanda uzaqlaşmalısan.